Sual verən soruşur ki, mən yəni hərdən imanı zəif oluram, hərdən imanı güclü oluram. Bunun səbəbi bilmirəm nədəndir. Ümumiyyətlə bilmək lazımdır ki, insanda belədir. İnsan bəzən imanı güclü olur, bəzən imanı düşür və bəzən imanı qalxır. Bu bizim etiqadımızın əsaslarındandır ki, iman düşür və qalxır. İnsanın imanı bir vəziyyətdə qala bilməz və ya daim arta-arta gedə bilməz. Hərdən azalar, hərdən çoxalar. Əsas odur ki, o azalan vaxtı, yəni onu hiss eləmək və onu qaldırmağa, onu yüksəltməyə lazım olan əməlləri eləmək, tövbə, istiğfar eləmək. Belə deyək də, yəni bu Allahı tanımamaqdan irəli gəlmir. Sadəcə olaraq insan halı budur, halı belədir. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, o vaxt ki, sahabə gəlir, soruşur ki, ya Rasulullah, mən sənin yanında imanlı oluram, sonra gedirəm evə, imanım azalır, özüm belə qəribə hiss edir sahabə. Hanzala radiyallahu anh. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, əgər siz imanınız mənim yanımda olduğu kimi həmişə olsaydı, mələklər sizinlə yolda görüşərdi. Bu insan halıdır, hərdən belə, hərdən belə. Lakin çalışmaq lazımdır ki, elə şeylər hiss eləyəndə imanı artırmağa, çoxaltmağa doğru əməllər eləmək. Allah kömək olsun. Hər halda dua eləmək, yəni əli üzməmək, ümidi üzməmək bu cür inşallah. Allah kömək olsun.